İlk dəfədir ki, Çinin hərbi hətta potensialından Azərbaycan tərəf alıcı kimi istifadə etdi və bir müttəfiqliyin yeni mərhələsi başladı. Çindən hər kəs hər şeyi alır, amma hərbi cəhətdən Çindən əməkdaşlıq etmək imkanları hər ölkədə yoxdur. Azərbaycan bu mərhələni adladı və indi Çindən çox xoş münasibətdədir. Çin Asiyanın ən böyük güc mərkəzidir bugün üçün. Sabah rəqiblər ola bilər, Hindistan ola bilər və s. Amma Çin ən güclü Asiya dövlətlərindən biri və yaxud da birincisidir. Mütləq bizim həm də tranzit imkanlarımız və biz orta dəhliz yolunun ən əsas fiqurlarından, açar fiqurlarından biri olduğumuza görə mütləq bizim Çinlə münasibətlərimiz çox pozitiv olmalıdır ki, bu il o pozitivliyin dərəcələri olduqca yüksəldi. Azərbaycan-Çin qarşılıqlı Azərbaycanın səfəri və Çin nümayəndə heyətinin Azərbaycana gəlişi və müqavilələrin bağlaması, o cümlədən yəqin ki, ən son hərbi paradda, qələbənin 5 illiyi ilə bağlı paradda o hərbi potensialın nümayişində Çinin də silahlarına rast gəlməyimiz nəticə etibarilə onun göstəricisidir ki, Azərbaycanı ciddi, Azərbaycanı dünyada tanınmış və Cənubi Qafqazın favorit dövləti hesab edir Çin və bu fürsətdən Çin də yararlanmaq istəyir. Həm də orta dəhliz yolunun üzərində yerləşən transmilli layihələrin ən böyük iştirakçısı Cənubi Qafqaz dövlətləri içərisində olan bir dövlətdən, o da vaz keçmək niyyətində deyil, o da Cənubi Qafqaz siyasəti içərisində Azərbaycan üzərindən maraqlarını təmin etmək istəyir. Bu da bizim üçün çox əlamətdar bir hadisədir və Azərbaycan da bunu dəyərləndirir. Bu istiqamətdə Azərbaycan artıq kifayət qədər ciddi əlaqələr qurur Çinlə. Həm də artıq vizasız gediş-gəlişin də təmin olunması və s. Bu da Çin-Azərbaycan münasibətlərində, o cümlədən xüsusilə iqtisadi münasibətlər sistemində yeni bir mərhələ olacaq.